Salamlayıram bir daha. Burada biraz qeyri-adi bir şeyler gördüm. Dedim bunları da çəkim sizin üçün. Deməli, dağın başına biraz qalmış. Burada yaxşı dəstəmaz almağa və namaz qılmağa yer düzəldiblər. Qadınlar üçün, kişilər üçün addelini. Sonra oradan qalxırlar yuxarıya. Belə bir oyuq var. Da oradan ağır yol yoxdur, oyuqdur. Yuxarıda da bir dənə oyuq mağara. Belə. Burada imamın gəlir. Oruçdan namaz qılır. Orada da bir dənə mağara var. İntihası orada keçid yoxdur. Sadəcə ora araldan baxırıq. Deyib, bax, belə bir mağara var orada da. Biri buradadır. Ora gəlib çıxa bilərlər. Oradan keçəndə deyir, indi mən də çıxaram yox ora. Oradan keçib, gəlib bu birisi mağaradan baxmaq mümkündür. Amma yuxarıdakına deyəsən yox. Lap yuxarıdakına yox. Amma yenə buraların hamısı bayaq dediyim kimi, hamısı başımız üstündədir. Yəni göydə başımız üstündədir. Oradan düşdü. Deyir, neçə illərdir düşməyibsə, görürsünüzmü? Cəmaat aşağıdan gedirik, burada hamısı başımız üstündə. Buna baxırsınızmı? Başımız üstündə. Düşməyibsə deyir, indiyə qədər deməli düşməz. Allahın köməkliyindən. Bu da qeyri-adi bir yerdir. Bax, buranı da gözəl düzəldiblər ki, kim istəsə namaz qılsın burada. Oldu. İndi qalxıram yuxarı. O mağaranın içərisində də bir baxım görüm orada nə var, nə yox. Ondan sonra qalxacağıq düz o dağın düz başına. Bu yolla. Oradan yuxarıya düzəldiblər, oradan qalxmaq düz yuxarıya. Oldu, hələlik bu qədər. Naxçıvan gözəl şəhərdir, təmiz şəhərdir. Binalarının, yaşayış binalarının pəncərələrindən, balkonundan açılıb paltar görməzsiniz. Gül çiçək görərsiniz. Hər tərəfdə. Həqiqətən bəyənilən bir adət, ənənə formalaşıb burada. Allah səbəbkar olan başçıya da kömək olsun. Yəni, burada onun qanununa əsasən, bax, indi bu tərəf ki, Şuşanın bu tərəf yüzünü çəkirəm. Heç bir seyvanda asılan paltar görmərsən. Gözəl məkan, hamısı tərtəmiz belə, çox gözəldir. Bəyəndim.